Eğer bir Müslüman başkasına zulmetse, onun cezası ne olur? Zalimin yaxşı əməllərindən götürülüb, məzluma verilir. Birden zalimin hiçbir yaxşı əməl olmasa, Onda məzlumun pisliklərindən götürülüb, zalimin boynuna yüklənir. eşitmişik ki senin bütün rəftarın zöhdə əsaslanır. Zöhd nədir? Zöhdün ən yüksək dərəcəsi, təqvanın ən aşağı dərəcəsidir. Təqvanın ən yüksək dərəcəsi isə, yəqinin ən aşağı dərəcəsidir. Yəqinin ən yüksək dərəcəsi də, Allahın rizasının ən aşağı dərəcəsidir. Allahın kitabına əsasən, zöhd odur ki, əlinizdən çıxan şey üçün narahat olmayıb, əldə etdiyinə də sevinməyəsən. Sizcə əməllərin ən gözəli hansıdır? Ən gözəl əməl Allahın bəyəndiyi işdir. Allah və Peyğəmbəri tanımaqdan sonra ən gözəl iş dünyadan uzaq olmaqdır. Bunun isə bir çox növü var. Günahların da müxtəlif növü var. Allaha qarşı edilən ilk itaətsizlik təkəbbür olub. Onu da iblis etmiş, Allah əmrindən boyun qaçıraraq kafir olmuşdur. Sonra həsəd gəlir. Onu isə Adəmin oğlu edib. Qardaşına həsəd edərək onu öldürdü. Qadın sevgisi, dünya sevgisi, mənsəb sevgisi, rahatlıq, danışıq, elm və mal-dövlət sevgisi də bundan irəli gəlir. Bu 7 xislətin hamısı dünya sevgisində cəmlənib. Hətta Peyğəmbər və alimlər buyururlar ki, bütün xətaların mənbəyi dünya sevgisidir.